İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bugün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanı yola salınıb. Doğma yurtlarına qayıdan insanlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 20 ailə olmaqla 81 nəfər, Xocalının Xanabad kəndinə isə 21 ailə olmaqla 103 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər. Bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Bəli, çox sevindiricidir ki, artıq Novruz bayramını 30 ildən sonra